Salam dostlar, mən yenə doğma diyar Naxçıvanımızdayam. Atamla Xoş kəndinə gedirəm. İnşallah Qarabağlar videomdan xoşuna yazmışlar ki, Xoşa gələndə də burada bir video çək. İnşallah xoşuna bir video çəkəcəm. Salam dostlar, mən artıq an etibarən Xoş kəndindəyəm. Atamın Xoş kəndinə gəldik, meyvələrimizi düzdük. Birisi ki, atam meyvə işlə məşğul olur. İnşallah Allah bazarını getirsin. Bura Xoş kəndinin mərkəz hissəsidir. Kəndin mərkəzi, yəni mağazaların, çayçıların yerləşdiyi hissədir. Və səyyar satıcılar da gəlib burada durub meyvələrini, ərzaqlarını satırlar. Eynən atam kimi. İndi kəndin içərisində gəzməyə başlayıram, gəzəcəm Allah qoysa. Belə arxada çayçıdır, ərzaqlar satılır falan. Qarşıda bir məscid görsənir. İnşallah o məscidə tərəf gedim. Yəqin ki, qədimi bir məscid olar. Onu da bildirim ki, Naxçıvan ərazisində, həqiqətən kəndlərin içərisində yollar çox qəşəngdir. Yəni hamısı demək olar asfaltdır. Maşınlar rahat şəkildə gedib gələ bilirlər. Bayaq göstərdiyim məscidə çatdı. Məscid elə bir qədim məscidə oxşamır. Məscidin içərisinə girdim. Normalda bir çox yerlərdə məscidlərin tarixi haqqında məlumat verilir, amma burada qapıda məlumat yox idi. Yəni çox qədim məscidə oxşamır. Yəni hardasa bir Sovet dövründə tikilmiş bir məsciddir. Mənə elə gəlir. Mən məsciddə kənd cəmaatının birindən məscid haqqında məlumat soruşdum, tarixi haqqında. Onun verdiyi məlumata görə bu məscid, yəni Xoş məscidi Sovet hakimiyyət dövründən əvvəl tikilib. Amma Sovet hakimiyyət dövründə ambara çevrilib. Amma müstəqil dövründən sonra yenidən məscid kimi fəaliyyət göstərib. Gördüyünüz kimi Xoş kəndi böyük bir kəndə oxşuyur. Dostlar, Xoşda belə balaca bazar kimi yer var. Balaca dükanlardır, ərzaq mağazası. Belə qab-qacaq satılan yerlər Xoşun mərkəzindədir. Böyük ehtimal ki, kəndin balaca bir bazarıdır. Kəndin içərisində belə PlayStation klubu var. Kəndlilər, cavanlar gəlib PlayStationlarını oynayırlar. Görək bu nədir belə kətdə. Dostlar, Xoş kəndi böyük bir kənd olduğu üçün belə ara məhəllələr çoxdur. Bu kəndə piyada gəzməklə qurtarmaq olmaz. Kənd dağlıq kənd deyil, aran kənddir. Onun görə də günortaları çox isti olur. Bu da Kəngərli rayonu Xoş kəndi. Keçən videomuzda bir qardaşımız xahiş eləmiş, gəlin burada video çəkim. Mənim də yolum bura düşdü və İstədim ki, Xoş kəndini çəkim və göstərim. Artıq atam Xoş kəndində öz ticarətinə başlayıb, meyvə ticarətinə. Ərik, alma, şəftəli belə satırıq, Allah bazarımızı versin. Ata bir daha ki, bu almayı neçə versən, əriyi neçə versən? Yəni hamısını verir 1 manata. Xoşda yaşayanlar gəlib meyvələrimizi ala bilər. Hamısı 1 manata. Alma da asıl kilosu 1 manata, ərik də, şəftəli də, yəni heç yerdə belə bir şey yoxdur. Həm keyfiyyətli, həm ucuz. Yəni gəlib inşallah ala bilərsiniz. Hər gündə bu vidayəmi xoşda olur. Yəni, atam olduğu üçün demirəm, çox dürüst, tərəzdə aldatmayan bir adamdır. Təmiz adamdır. 1 kilo alana biraz da artıq verir ki, get halal xoşun olsun.